Ulu Önder Heydər Əliyevin fərmanı ilə Azərbaycanda xüsusi təyinatlı qüvvələr yaradılmışdır. Xüsusi təyinatların yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimizdə də özünü sübut edir. Torpaq bizim torpaqdır, biz almalıyıq. Davay, davay, ancaq irəli. Şükür bugünə ki, qədim şəhərimiz Şuşanı işğaldan azad etdik. Dünyanın ən gözəl, ən məğrur, ən qürurlu bayrağını Şuşada dağlandırır. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Və Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatların adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bugünə qədər çıxmır və çıxmayacaq.